Salam dəyərli 6-cı sinif şagirdləri, xoş gördük sizləri. Bugün 18 may 2025-ci il tarixində sizin monitorinq imtahanınız olub və həmin monitorinq imtahanının A variantı kanalımızda var, yüklənib. İndi isə B variantının suallarına baxırıq. Və bu arada kanalımıza abunə olun, videomuzu bəyənin, dostlarınızla paylaşın və kanalımızda istənilən dərs mövzusu izahı var Azərbaycan dili üzrə. Hamısının izahına baxıb daha yaxşı öyrənə bilərsiniz. Uğurlar sizə. Başlayaq suallarımızın izahına. Mətni burada görürsünüz. İstəsəz bir dəfə özünüz də oxuya bilərsiniz. Belə ekranı saxlayıb oxuya bilərsiniz və s. Mən də arada mətnin ikinci hissəsini də göstərəcəm. Birinci səhifədə qoyuram belə. Suallara burada baxaq. Deməli, birinci sualda deyir ki, Qosir yaşlı qadının etibarını necə qazanmışdı? Deməli, bir yanğında cəsur davranış göstərmişdi. Biri götürəcəyik. Doğma oğlu idi, yox. Doğma oğlu deyildi, bilirsiniz. Hamısını deməli uşaq evindən götürmüşdü. İşlərini məsuliyyətlə görürdü. Bax, bunu deyə bilərik. Yaşca daha böyük idi, yox. Çox kitab oxuyurdu. Bu gözü görmür axı. Ona görə A variantı olacaq. İkinci suala baxaq. Mətn hansı başlıqla adlandırıla bilər? Var-dövlət əsl xoşbəxtlik səbəbidir. Belə bir ad vermək olarmı? Təbii ki, yox. Sehirli qüvvələr yalnız yaxşı insanları seçir, yox. Şanslısansa uğur həmişə səninlədir. Belə bir başlıq vermək olmaz. Zəhmət və bilik insanı uğura aparır. Bax, görürsünüzmü? Adamın deməli zəhməti, Qosirin zəhməti və biliyi onu uğura aparmış oldu. Ağıllı hərəkəti. Deməli, cavab D variantı oldu. Üçüncü suala baxaq. Mətnin məzmunu hansı fikri təsdiq etmir? Aha. Nə əkərsən onu biçərsən. Bəli, nə əkərsən onu biçərsən. Məsələn, Qosir daha çox oxumağa meyilləndi, digərləri başqa şeylərə. Deməli, nəticəsini gördü. Bilik, savad yalnız məktəbdən əldə edilir. Xeyr, bax, bunu deyə bilmərik. Çünki necə əldə etdi Qosir? Qosir kitabları məktəbdən kənar oxumaqla əldə etdi. Elm maddi sərvətdən üstündür deyə bilərik. Görürsünüz, əsas məsələ elm qaldı. Kitabların verdiyi savad qaldı Qosirə. Zəhmət çəkən zərər çəkməz. Bunu da deyə bilərik. Zəhmət çəkdi, oxudu, öyrəndi və özünə qaldı. Deməli, cavab olacaq B variantı. B variantı təsdiq etmir. Dördüncü suala baxaq. Yaşlı qadın Qosirə arzu edərkən niyə yaxşı fikirləşməyi tapşırdı? Yəni, niyə yaxşı fikirləşməyi tapşırdı? Çünki kasa sınarsa verdikləri yox olacaqdı. Bax, bunu deyə bilərik. Ona görə cavab C variantı. 5-ə baxaq. Landu və Suaconun kasa ilə ehtiyatsız davranışı nə ilə nəticələndi? Nəticədə kasanı qırdılar və yaşlı qadının evində yanğın baş verdi. Yanğın əvvəl olmuşdu. Bunun əlaqəsi yoxdur. Qosir görmə qabiliyyətini yenə itirdi. Bəli, bunu deyə bilərik. Yetkin yaşlarında məktəbə getməli oldular. Bəli. Bir göz qırpımında sərvətlərini itirdilər. Bəli. Onlar içində ən böyük şəxsiyyət oldular. Bu Qosiri deyə bilərik. O biri qardaşları yox. Deməli 2, 3, 4. A variantı olacaq. Növbəti sualımıza baxaq. 6-cı sual. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdu deyir. Yaşlı qadın oğlanlardan ikisinin məktəbə göndərdi. Onlar müdrik alim oldular. Xeyr. İkisi məktəbə göndərən nəticədə alim oldularmı? Xeyr. Elə burada pozulub da deməli A variantı. Digər variantlarda heç bir səhv yoxdur. Ona görə də cavabımız elə A variantı olur. 7-ci suala baxaq. Landu və Suaconun məktəbə qayıtmaları sizcə necə izah edilə bilər? Yəni, bunların məktəbə qayıtmaları. Qosir onları buna razı saldı. Xeyr, belə bir şey etmədi. Əsl sərvətin nə olduğunu anladılar deyə bilərik. Bax, B variantı. Çünki onlar artıq oxumağa başladılar. Anaları deməli, vəsiyyətində bunu istəmişdi. Xeyr. Kəndin varlı adamları təhsilli insanlar idi. Bu da xeyr. Deməli, növbəti sualımıza baxaq. 8. Qosirlə bağlı doğru fikri müəyyənləşdirək. Oğlanların kasaya şərik olmalarına razılaşmağı onun xeyirxahlığını göstərir. Elə bunu deyə bilərik də A variantı. Düzgün fikirdir. Məsələn, qadın tapşırmış ki, o kasadan var-dövlət istəməsin. Belə şey tapşırmadı. Yanğın zamanı qatı, tüstü və güclü alovun təsirindən onun gözləri açıldı deyə bilmərik. Gözləri deməli o kasanın sirrindən açılmışdı, sehrindən.
Onun kasaya varis seçilməyini digər oğlanlar ədalətli seçim hesab etdilər. Xeyr. A variantı cavab. 9-cu suala baxaq. Nə üçün Qosir kasanın qırıq hissələrini yapışdırıb saxladı? Bunu da nə ilə izah edirik? O kasanı xatirə kimi saxlamaq istəmişdi. Yəni o kasa artıq işə yaramırdı, amma xatirə kimi saxlamaq istəyirdi. C variantı. Sonra deyir ki, yanlış fikir mətninə əsasən uşaqlar körpə olanda yaşlı qadın onları uşaq evinə qoymuşdu. Uşaq evinə qoymamışdı axı. Elə bu da bir səhv, çünki uşaq evindən götürmüşdü. Övladı da götürülən uşaqlardan birinə fərqli davranıldı. Bunu düz deyəcəyik, çünki Qosirə fərqli davranılırdı. Qosir cəsarəti ilə qadını təəccübləndirdi. Deməli, əlbəttə ki, təəccübləndirdi, çünki onu yanğından xilas elədi. Yanğına qardaşlar səbəb oldular. Xeyr, 4-dür. Kasa ehtiyatsızlıq ucbatından sındı. Doğru fikirdir. Yanğın zamanı oğlanlar köməkləşib qadını xilas etdilər. Köməkləşməmişdilər, özünüz bilirsiniz. Qosir təkcə çıxartmışdı. Deməli, A variantı. Sonra bizim ikinci mətnimizdir burada. Uşaqlar, moda mətni. Moda təbiət. Onunla bağlı suallara baxaq. Siz bunu istəsəz belə də saxlayıb oxuya bilərsiniz ekranı. Qoy, mən belə, lap belə qoyuram. Belə. Siz ekranı saxlayarsınız və ya ekranı özünüz əlinizlə yaxınlaşdıra bilirsiniz. Aha. Bu arada kanalımıza mütləq abunə olun. Sizin istədiyiniz dərslər, sifət, say, isim, əvəzlik, nə ürəyiniz istəsə kanalımızda var. Oradan baxa bilərsiniz. Gələcəkdə sizə çox lazım olacaq. Deməli, 11-ci sualımıza baxaq. Mətndə hansı suala cavab yoxdur? Bu birlikdə moda mətnidir. Monqolistanda uzun müddətli yun istehsalının ekologiya mənfi təsiri nələrdir? Təbii ki, biz Monqolistanda burada deməli nə görürük? Monqolistanla bağlı olan hissə haraydı? Deməli, Monqolistan, bəli, bax burada. Görürsünüz? Bu hissədə, burada bircə dəqiqə, bax bu hissədə, mətnin bu hissəsində görürsünüz. Bax, bu abzas ona həsr olunub. İstəsəz özünüz oxuya bilərsiniz. Sonra, deməli, bu doğru fikirdir. Suala cavab var. İkinciyə baxaq. Aral dənizinin qurumasının səbəbi nə olmuşdu? Burada da görürsünüz ki, Aral dənizinin qurumasının səbəbi nə idi? Pambıqçılığın inkişafı. Bunda cavabı var. Süni materialların hazırlayan geyimlər hansı ekoloji problemlər yaradır? Gec çürüyürdü. Gec çürüyür, 200 ilə qədər çürüyə bilərdi. Bu da düzdür. Bunda cavab var. Geyim sənayesi ölkəmizdə necə inkişaf edib? Ölkəmizdə inkişafını görmürük axı. Ölkəmizlə bağlı heç nə yazmayıb mətndə. Ona görə də səhvdir. D variantı. 12-də deyir ki, mətnə əsasən moda sənayesinin ekoloji təsiri ilə bağlı hansı fakt doğrudur? Moda sənayesinin ekoloji təsiri. Burada B variantını deyəcək. Moda sənayesinin inkişafı su ehtiyatlarının tükənməsinə səbəb olur. Bax, mətnin elə çox yerində bunu görə bilərsiniz. Digər variantlar yanlışdır. B variantı. Aral dənizi 40 il ərzində 90% qurumasının səbəbi nə idi? Pambıqçılığın inkişafı. Burada görürsünüz. Pambıqçılığın inkişafı. C variantı. Sonra burada nə deyir? Müasir dövrdə cins geyimlərin istehsalında istifadə olunan indigo boyasının əsas problemi nədir deyir. Əsas problemi nə idi bu boyanın? Ekoloji cəhətdən problemli idi də, çirklənirdi. Çayları çirkləndirirdi. Bax, çayların, göllərin indigodan burada danışır. Qoy görüm. Yox, burada. Indigodan danışır, görürsünüz. Və çayları, gölləri çirkləndirir deyir. Sonra növbəti 15-ci suala baxaq. 15-də bizə nə deyir? Deyir ki, moda sənayesinin ekoloji təsirini azaltmaq üçün mətnə əsasən hansı həll yollarını təklif edə bilərik? Cins geyimlərinin geyinilməməsi istiqamətində təbliğat xeyir, bu olmaz. İnsanların az geyim alması üçün qiymətləri qaldırmaq həll yolu ola bilməz, səhvdir. Geyimlər torpaqda parçalana bilən təbii materiallardan hazırlanmalıdır. Biri 3 olacaq. Dünyada dəb daha tez-tez yenilənməlidir. Xeyr, dəb yenilənəndə daha da cəmaat çox paltar alır. Olmaz axı. Kimyəvi boyalar əvəzinə bitki mənşəli boyalardan istifadə olunur.
Deməli olunmalıdır, bəli. Bitki mənşəli olanda onlar təbii olur. Onlar təbiətə çirk vermir. Yəni təbiəti çirkləndirmir. 3-5. O da A variantı olacaq. Belə mətnə əsasən hansı bənddən səbəb-nəticə əlaqəsi pozulmuşdur? Səbəb-nəticə əlaqəsi pozulmuşdur. Baxaq. Deyir ki, cins geyimlərə tələbat artır, digər parça növləri sıxışdırılır. Bax, belə bir şey olmur axı. Digər parça növləri sıxışdırılır. Xeyr. Kəşmir yun daha çox istehsal olunur, otlaq sahələri yararsız hala düşür. Bunu bax biz mətndə də görürük. Kəşmir. Çünki Monqolistan keçilərində onlar daha çox otlaq sahələri məhv edirlər nəticədə. Bu düzdür. Sonra burada pozulmuşdu deyir ha. Məsələn, geyimlər süni boya ilə rənglənir, su övzələri kimyəvi maddələrdən çirklənir. Bunu da deyə bilirik. Sintetik geyim tullantıları çoxalır, torpağın çirklənməsinə səbəb olur. Bu da düzdür. Cavab olur A variantı. 17-ci suala baxaq. Mətni yazmaqla müəllifin əsas məqsədi nədir? Məsələn, müəllifin əsas məqsədi ola bilər ki, geyim sənayesinin inkişafı, yox, bu olmaz. Tez-tez deməli yenilənən dəbin, tez-tez yenilənən dəbin təbiətə vurduğu ziyana diqqəti yönəltmək. Bax, dəb təbiətə ziyan vurur. Müəllif bunu demək istəyir. Digər fikirlər təbii ki, yanlışdır. 18-ci suala baxırıq. 18-də nə deyir? Mətndə geyim sənayesinin ekoloji problemləri ilə bağlı əsas fikir hansıdır? İnsanlar cins geyimlərdən daha çox istifadə etməlidirlər. Xeyr, bu daha çox istifadə edir, daha çox problem, ekoloji problem yaranacaq. Birini geyinəcəklər, 5-ni atacaqlar. B variantında deyir ki, dəb naminə geyimlər almaq ekoloji problemləri daha da dərinləşdirir. Baxın, ekoloji problemlərlə bağlı hansı fikir doğrudur? B variantı da daha da dərinləşdirir. Deməli, moda sənayesi iqtisadi inkişaf üçün vacibdir. Ekoloji təsiri nəzərə alınmamalıdır. Belə şey olmazaq, ekoloji təsiri nəzərə alınmalıdır. Su israfının qarşısını almaq üçün paltarlar mümkün qədər az yuyulmalıdır. Xeyr, bu da yanlışdır. Cavab B variantı. 19-cu sualda deyir ki, həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibilliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək mümkündür. Bunu biz mətnin ən sonuna, bax bu hissəsinə qoya bilərik. Ona görə də nə seçəcəyik? A variantı ilə. Hansı başlıq və ya pambıqçılıq mətnin məzmunu ilə bağlı deyil? Mətnin məzmunu ilə bağlı deyil. Deməli, tekstil tullantılarının artması ekoloji fəsadlar. Bu, bəli, mətndə görürük bunu. Pambıqçılığın su ehtiyatlarının mənfi təsiri, bunu da görürük. Deməli, sonra təbiətin mühafizəsi ilə bağlı aksiyalar. Belə bir aksiyalar mətndə var idi? Xeyr. Cavab C olacaq. Geyim sənayesinin ekoloji təsirlərini azaltmağın yolları, bu da mətndə var idi. 21-ci suala baxaq. Mətndə verilmiş məlumatlara əsasən doğru fikri müəyyənləşdirin deyir. Bax, dünyada artıq çəkidən əziyyət çəkənlərin... Bircə dəqiqə, bunun mətni yoxdur axı burada. Bircə dəqiqə, mən bunun mətnini sizə göstərim. Artıq mətni bu tərəfdə görürsünüz. Qeyri-aktiv həyat tərzi mətnidir. Və bizə nə deyir sualda? Deyir ki, mətndə verilmiş məlumatlara əsasən doğru fikir müəyyənləşdirin. Dünyada artıq çəkidən əziyyət çəkənlərin göstəricisi son dövrlər xeyli artıb. Bax, doğru fikir budur elə. Artıq çəki daha çox artıb. Mətnin bax, bu özündə də siz görə bilərsiniz bunu. Hansı ölkələrdə insanların daha aktiv həyat tərzi keçirməsi ehtimalı yüksəkdir? Daha aktiv həyat tərzi. Bu daha çox fiziki əməklə məşğul olanlarda bilirsiniz. Mətndə də görürük ki, fiziki əməklə məşğul olanlarda daha çox olur bu. Ona görə cavab 22-də C variantı olacaq. 23-ə baxaq. Mətndə pasiv həyat tərzi ilə bağlı hansı nəticəyə gəlmək olar? Pasiv həyat. Ev işlərinin avtomatlaşdırması insanları daha sağlam, yox, əksinə. Avtomatlaşdıranda daha çox adamlar iş görmür. Ona görə pasiv həyat sürürlər. Sonra hərəkətsizlik sağlamlığa mənfi təsir göstərir. Siz mətndən bunu görürsünüz. Düzdür, bu elə B variantıdır cavab. Sonra C-də deyir ki, müasir dövrdə insanlar keçmişdəkindən daha çox enerji sərf edirlər.
Xeyr, əksinə əvvəllər çox enerji sərf edirlər. Burada da bax mətndə də bu hissədə var 7000 kalori deyir ki, sərf eləyirmişlər. Günümüzdə də bu ancaq peşəkar idmançılar eləyir. Aha, 20 sonra bir də pasiv həyat tərzi yalnız yaşlı insanlara mənfi təsir göstərir. Bu da xeyir, çünki hamıya təsir göstərir. Aha, şəklə əsasən hansı fikir yanlış hesab edirsiniz? Deməli, baxaq görək 24-cü sualda. Burada yanlış olan bax budur. Ölkənin deyir ki, ərazisinin böyük olması onun ərazisinin aktivlik göstəricisinin əsas amilidir. Ərazi böyük olanda adamlar aktiv olur. Nə əlaqə? Olmaz axı belə şey. Bu yanlış fikirdir. Məsələn, Avstraliya, Hindistanda qeyri-aktiv əhalinin faiz göstəriciləri bir-birinə yaxındır. Baxırıq, Avstraliya və Hindistan. Hindistanı görürsünüz. Bir də Avstraliya hardadır? Burada. Avstraliyanı da görürsünüz. 34 biri də 30-da biri. Fikir verirsiniz. Məsələn, burada fikir verin. Bu hissələrə. Sonrakına baxaq. Küveyt pasiv həyat tərzi keçirən əhalinin faizinə görə dünyada birinci yerdədir. Bəli, 67. Düz deyir bunu da. Sonra şəkildə bəzi ölkələrin qeyri-aktivlik ilə bağlı göstəriciləri haqqında məlumatlar əks olunmayıb. Bəli, heç Azərbaycan haqqında da məsələn görürsünüz, məlumat yoxdur. Ona görə yanlış fikir nədir? Y variantıdır. Bunlar düzdür yəni. Şəklə və mətnə əsasən Uqanda haqqında doğru. Uqanda hardadır? Baxaq görək. Bax burada. Daha çox aktivdirlər. Bunlarda qeyri-aktivlik, görürsünüz, bax qeyri-aktivlik göstəricisi nə qədərdir? Cəmi 5%. Əhalisi daha çox kənd təsərrüfatı ilə məşğuldur deyə bilərik. Çünki çox işləyirlər, çox güman ki. Texnologiyanın yüksək inkişafı bu Küveytdə idi, nə bilim Braziliyadaydı və s. Bu yanlışdır. Uqanda üçün ola bilməz. Fiziki aktivliyin yüksək olduğu ölkələrdəndir. Fiziki aktivlik yüksəkdir, bəli, təsərrüfatla məşğul olurlar. Əhalisinin yalnız 5,5% aktivlik həyat tərzi sürür. Xeyr, qeyri-aktivlik 5%dir. Bax, qeyri-aktivlik 5%dir. Amma qalanı aktivdir. 95% az qala 94,5% aktivdir. Ona görə də bu da səhv fikirdir. Cavab olacaq 1-3 A variantı. Yaxşı uşaqlar, uğurlar hamınıza.